Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vel akibetu lil muttaqin ve la udvana illa alel zalimin. Ves salatu vesselamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve tabi'in. Rabbi şrah li sadri ve yessir li emri ve ahlul uqdeten min lisani yefqahu qavli amma ba'd. Allah azze ve celle'den istəyirəm ki, bizi Ramazan ayına yetişdirdiyi kimi bu ayın xeyirlərinə də muvaffaq etsin. Bizi son günlərə çatdırdığı kimi son günlərin içərisində ən xeyirli olan gecə, Qədir gecəsinə bizi muvaffaq etsin. Allah azze ve celle bizi əff etdiyi, bağışladığı qullarından etsin. Allahum əmin. Və sonra biz dedik ki, Ramazan ayı bizə bir şeyi xatırladır. Yəni əslində çox şey xatırladır, amma bizim gözlə gördüyümüz, şahid olduğumuz, hiss etdiyimiz bir şeyi bizə bir daha xatırladır. O da ömrümüzün necə sürətlə keçməsidir. Çünki Ramazan ayının girişi və artıq çıxışıdır. Ramazanın sonlarındayıq. Yəni dünənləri biz nəyin sevincini almışdıq? Ramazan ayının girişinin, ayı görməyin sevincini, sabah oruç tutacağıq, bugün təravih qılacağıq, bunun sevincini yaşayırdıq. Yəni bir göz qırpımında artıq sonundayıq. Yəni bu bizə göstərir ki, bizim ömrümüz necə sürətlə gedir. Və bunu bildikdən sonra, bunu başa düşdükdən sonra önümüzdə bizim bir yol var. Allah azze ve celle'ye yönəlmək. Allah azze ve celle'ye ehtiyacımız olduğunu dilə gətirmək. Ki bu ay rəhmət ayıdır. Allah azze ve celle'nin qullarını ən çox bağışladığı, onlara ən çox rəhm etdiyi, qullarını cəhənnəmdən xilas etmiş olduğu bir aydır. Və belə bir ayın içərisində gəlmişik, çatmışıq, son 10 günün içərisindəyik. Düzdür? Allah azze ve celle bizim kimi asi olan qulları bu gecənin xeyrinə muvaffaq olmaq üçün bir araya toplayıb. Yəni elə bir Allahdır ki, yəni normalda biz öz nəfsimizə baxsaq, biz haqq edirik, yəni haqq etmirik. O günahlarımızla, o asiliklərimizlə, o belimizdə olan yüklərlə Allah azze ve celle'nin o xeyirli olan gecəni axtarmağa, ibadət etməyə, muvaffaq olmaq üçün bir araya gəlmək, öz nəfsimizə baxdığımız zaman biz buna əslində haqq edən insanlar deyilik. Fəqət Allahın rəhmətidir ki, üzərimizdə Allah azze ve celle bizi bu gündə yenə bir araya toplayıb. Və həmçinin biz baxırıq, şahid oluruq ki, həqiqətən Allah toplamasa, insanların xeyir üçün bir araya toplanması mümkün deyil. Yəni nə qədər insanlar var ki, onlar Ramazanın öncəsində deyirdilər ki, biz Ramazan ayı gəlsin, bütün işlərimizi buraxacağıq. Yalnız və yalnız Allaha qulluq edəcəyik. Qoy Ramazanın son 10 günü gəlsin, görəcəksən ki, mən necə Allah azze ve celle'ye qulluq edəcəm. Fəqət o insanlar bəlkə də Allahın muvaffaq etməmə səbəbi ilə indi evlərində yatırlar. Və yaxud da həmin insanlar oturub bəlkə də bir serialın qabağında bir kino izləyirlər və yaxud da fərqli, Allahın xeyir olaraq onlara yazmadığı fərqli yerlərdədirlər. Əgər biz bir araya toplana bilmişiksə Allahdandır. Bizim öz nəfsimizdən də deyil. Çünki biz nəfsimizə baxdığımız zaman bunu haqq etmədiyimizi görürük. Və bunu dilə gətirməyimizin səbəbi nədir? Allaha şükür eləyəcək. Yəni Allah madəm ki bizi bir araya topladı, madəm ki Allah azze ve celle bizə bu xeyri nəsib etdi, Allah azze ve celle ilk öncə həmd eləyəcək. Çünki Allah azze ve celle ona həmd edən qullarına, Allah azze ve celle ona şükür edən qullarına Allah azze ve celle neymətini artırır. Yəni biz əgər son 10 günün birinci gecəsində Allaha şükür etsək, Allah azze ve celle bizi bu son 10 günü də xeyirli keçirməyə Allah azze ve celle bizi muvaffaq edəcək və ümid edirik ki, Allah bizi Qədir gecəsinə də muvaffaq etmiş olacaq. Sonra bütün bunlardan sonra dedik ki, ömrümüz surətlə Allaha doğru gedir. Hər birimiz öz nəfsimizə bu sualı verəcək. Bizim ehtimalımız var ki, həqiqi mənada, bu bir söz olaraq deyil. Bizim ehtimalımız var ki, biz bir daha Ramazan görməyək. Yəni bu bir ehtimal, yəni çox bəsit bir ehtimal da deyil ha. Vallahi keçən il Ramazanda bizlə oturan qardaşlar indi yoxdular. Yəni keçən il bizim gördüyümüz, üzünə baxdığımız, onların da bəlkə gələn Ramazan bu Ramazan eləyə bilmədi, amma gələn Ramazan nələr eləyəcək deyən insanlar bu Ramazan bizim içimizdə deyirlər. Biz onları dəfn etdik, biz onları köçürtdük, biz onları torpağa qoyduq. Necə ki, biriləri də bizi bir zaman gələcək, bizi torpağın altına qoyacaqlar. Yəni bu bizdən çox da uzaqda olan bir şey deyil. Bu bizə yaxın olan bir şey. Yəni hər gün insanların canlarına Allaha tapşırmış olduğu bu dönəmdə ölüm adidir artıq. Yəni çox təəccüblü bir şey deyil. Sabah Ömər öldü, Ayxan öldü, Əli öldü, Vəli öldü. Bunun xəbərini almaq çox da təəccüblü bir şey deyil. Yəni ona görə biz bunu öz nəfsimizdən, yəni Orxanın ölümü, Ayxanın, Vəlinin ölümü yox. Yəni bu gecələrdə xüsusən də mən ölə bilərəm. Mən ola bilsin ki, bir daha Ramazan ayına yetişə bilmədim. Yəni bunu bir kəlmə olaraq deyil, həqiqi mənada canımızda hiss eləyəcək. Yəni düşün ki, sabahları Allah azze ve celle sənə ölüm yazıb. Yəni sən sabah öləcəksən, bitdi. Sənin qədərin sabaha qədərdir, bu gün sənin son günündür. Bu halda, belə olduğu halda biz bunu həqiqi mənada başa düşsək,
bizim bu gecələri ihya eləməyimiz, bizim bu gecələrdə Allaha yalvarmağımız vallahi sıradan ola bilməz. Necə gəldi ola bilməz. Bir dənə təravihi qılaq, çıxaq gedək evdə uzanaq, başlayaq TikTokda videolara baxmağa, belə bu şəkildə yaxınlaşa bilməzsən. Bu şəkildə bəsit ola bilməz. Bu şəkildə bəsit bir şəkildə üzünü çevirib gedə bilməzsən. Sən bunu hiss eləsən ki, sənə ölüm yaxındır, ölüm sənə yetişə bilər. Necə sələflərdən biri haqqında deyilir ki, ölümdən danışılır, ölümdən bəhs edilir. Deyir, mənə deyir, xəbər gəlsə ki, sən bugün öləcəksən, mənim deyir, əməllərimə ziyadə edə biləcəyim heç bir şeyim yoxdur, deyir. Yəni, Allaha o şəkildə qulluq edir ki, yəni mənim nə artıracağım, nə ekildəcəyim heç bir şey yoxdur. Yəni, ölümə hazıram demək istəyir. Yəni, ölümə hazır olmaq həqiqətən də əzəmətli işlərdəndir. Ölümə hazır olmaq nə deməkdir? Yəni, bu adam Allaha tövbə ilə yaşayır, istiğfarla yaşayır. Allah Azza və Cəllənin üzərinə fərz etmiş olduğu hal üzərindədir. Nə artırası, nə ekildəsə adamın nəyi yoxdur? Adamın bir şey yoxdur. Ölümə tam hazır bir vəziyyətdədir. İndi biz nəfsimizə sual verəcək olsaq, ey Ömər, ey Əli, ey Vəli, sən ölümə hazırsan məgər? Yəni, məsələn, deyilsə ki, sən sabah öləcəksən. Yəni, o telaşı bir düşün. Yəni, nə qədər üzərimizdə məsələlər var. Həmən ilk ağlımıza gələcək şey nə olacaq? Etdiyimiz günahlar. Yəni, Allaha nələr asiliklər edirik, nə qədər üzərimizdə haqlar var, nə qədər məsələlər var. İlk gözümüzdə canlanacaq olan şey həmin mənzərədir. Sonra ağlımıza gələcək şey nədir? Nə qədər uzun müddətdir ki, qohumlardan üst çevirmişik, əqrabalardan üst çevirmişik. Hansı ki, Allah Subhanahu wa Ta'ala qohumluq bağlarını qorumağa əmr eləyib və qohumluq bağlarını qorumadığın təqdirdə ola bilsin ki, sənə əzab olsun bundan dolayı. İnsan tərk eləmiş olduğu şeylər, Allaha etmiş olduğumuz asilik və Allahın bizə əmr etmiş olduğu şeyləri tərk etmək. Hamısı gözümüzdə canlanacaq. Bir gecədə bunları çatdırıb, həm Allaha tövbə elə, həm Allahın sənə fərz etmiş olduğu şeyləri yerinə yetir. Həm geri dönüş elə belə bir şey mümkündür. Yəni, insanın o təlaşla və yaxud da bu günləri mən məclisdə oturanda kimlərin arxasınca danışmışam, düzdür? Həmin o insanların haqları, o insanların hüquqları, yəni biz ölümü özümüzdən çox uzaqda bildiyimizə görə rahat bir həyat yaşayırıq, rahat bir şəkildə danışırıq, rahat şəkildə günahlara düşürük. Amma onların halı necə idi? Onlar deyirdilər ki, bugün bizə ölüm gələcək olsa, biz ölümə hazırıq. Biz də nəfslərimizi ölümə hazırlayacağıq. Yəni, həqiqi mənada bu nəfslər ölümə hazır olmalıdır. Yəni, sabahları Allah bizim canımızı ala bilər. Bu gecə yatarsan, vallahi sabah bir daha dura bilməzsən. Yəni, bugün sənin son qılmış olduğun işə namazı olar. Bugün sənin son qılmış olduğun təravih namazı olar. Bunu insan öz nəfsində hiss etməlidir. Bunu hiss etmək bizə nə qazandıracaq? Yəni, oturduk, düşündük ki, sabah mənim ölmə ehtimalım var. Allah Azza və Cəllə elə bir ilahdır ki, bu dünyada qorxmuş olduğumuz hər bir şeydən qaçırıq, düzdür? Necə sələflər deyirdilər. Bu dünyada qorxmuş olduğun hər şeydən qaçırsan. Yəni, onu görmək istəmirsən, onunla üzləşmək istəmirsən, onu gördüyün zaman üzünü çevirirsən. Tək varlıq aləmlərin Rəbbi olan Allahdır ki, ondan qorxduqca ona doğru qaçırsan. Yəni, ondan qorxduqca, yəni onun önünə çıxmaqdan, ona bir gün hesab verməkdən, onun əzabına düçar olmaqdan qorxduqca doğru, Allah Azza və Cəlləyə doğru qaçırsan. Biz düşünəndə ki, biz ölmə ehtimalımız var, yönələcək kimi aləmlərin Rəbbi olan Allaha. Yəni, çünki qovuşacağımız yer odur. Yəni, gedəcəyimiz yer odur. Necə Allah Azza və Cəllə hər bir canlı ölümü dadacaq, sonra siz bizə qaytarılacaqsınız, deyir Allah Azza və Cəllə. Yəni, bizim başqa gedəcəyimiz bir yer yoxdur. Bizim yönələcəyimiz, başqa gedəcəyimiz, Allahın önündən başqa yerdə dayanacağımız heç bir şey, heç bir mənzərə, heç bir qapı, heç bir məkan, Allahdan başqa gedə biləcəyimiz heç bir yer yoxdur. Belə olduğu halda biz nə edəcəyik? Aləmlərin Rəbbi olan Allaha yönələcəyik. O ölümü düşünmək, bu Ramazanın son Ramazan olduğunu düşünmək, bizə o ayaqlarımız ki, ağrıyır təravihdə duranda, o gecələr ibadət edəndə, Quran oxuyanda bir səhifədən sonra yuxumuz gəlir, biz biləcəyik ki, biz ölmə ehtimalımız var. Bizim bir daha bu Ramazana yetişməmək kimi bir ehtimalımız var və ki, bu da böyük bir ehtimaldır. Bizə yaxın olan bir şeydir, ölüm bizdən çox da uzaq olan bir şeydir. Və dedik ki, biz Allah Azza və Cəll ölümü düşündükcə, Allah Azza və Cəllə yönələcəyik, Allah Azza və Cəllədən qorxacağıq və bu qorxu bizim qəlbimizin, bədənimizin Allah Azza və Cəllənin qarşısında sınmağa səbəbiyyət verəcək. Yəni, nə qədər ki, Allaha yönələcəyik, nə qədər ki, Allah Azza və Cəllədən ona ehtiyacımız olduğunu biləcəyik, Allaha ehtiyacımızı bildiyimiz, Allaha tək ehtiyacımız nədir? Ya Rabbi, bizə bu dünyada ev ver, bu da bir ehtiyacdır. Allah mənim qəlbimin sıxıntılarını qaldır, bu dünyavi bir ehtiyacdır, bu da bir ehtiyacdır. Amma ən çox ehtiyacımız olan şey nədir? Qiyamət günü Allahın önündə insanlar düzüldüyü zaman artıq vallahi geri dönüş olmayacaq. Yəni, bitdi, elə bir yerdəsən ki, sənin heç bir geri dönüşün yoxdur. Yəni, mənim heç bir geri dönüşüm yoxdur. Yəni, geri dönüşü olmayan bir yerə insan bu dünyada girəndə, məsələn, baxırsan, dönüş yoxdur. Yəni, gedirsən uzun bir, yəni 30 kilometr, 50 kilometr yol gedirsən, görürsən ki, geri dönüşün yoxdur. Bu dünyada belə adi, yəni 10 dəqiqə, yarım saat yol getdiyin zaman bu səni sıxır, bu səni daraldır. Bir də düşün ki, həqiqi mənada geri dönüşün yoxdur. Sənin artıq heç bir ümidin yoxdur. Yəni, geri dönmək üçün sənin heç bir ümidin yoxdur. Amma insanlar bunu yenə dilə gətirəcəklər o gün. Ya Rabbi, bizə möhlət ver.
bizi dünyaya qaytar, bizi o geri dönüşə qaytar ki, biz salih əməllər eləyək. Allah Azza və Cəllə artıq onlara susmalarını əmr eləyəcək. Allah Azza və Cəllə o gün onlar üçün hər bir şeyin bitdiyini Allah Azza və Cəllə xəbər verəcək. Və biz bu mənzərə ilə qarşı-qarşıya gələcəyik. Və bu mənzərə həqiqi mənada bəsit bir mənzərə deyil. Yəni Allahın önündə dayanmaq nə deməkdir? Allah Azza və Cəllənin önündə dayanmaq, Allaha hesab vermək nə deməkdir? Yəni mən öz nəfsimə baxanda, öz həyatıma baxanda, Allaha etmiş olduğum asiliklərə baxanda, yəni vallahi Allaha hesab verməyi düşünmək, yəni mən Allahın önündə dayanacağam, etmiş olduğum şeylərə görə Allaha hesab verəcəm. Etmədiyim şeylərə görə, hansı ki Allahın əmr etdiyi, mənim onları tərk etdiyim şeylərə görə Allaha hesab verəcəm. Bu mənzərə elə belə bir mənzərədir. Necə Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər verəndə ki, o gün insanlar anadan doğulduqları hal üzərə olacaqlar, yəni çılpaq olacaqlar. Ayşə anamız nə dedi? Ey Allah Rasulü, məgər insanlar bir-birlərinə baxacaqlar, yəni. Peyğəmbər sallallahu aleyhi və səlləm nə dedi? Ey Ayşə, o gün iş daha çətindir. Yəni o gün insanlar bir-birlərinə çılpaqmış, o paltarlıymış, paltarsızmış. Yəni iş daha çətindir, deyir ey Ayşə. Bunu ən gözəl, yəni bu dünyada məsələn hiss eləyə biləcəyimiz bir ortam sıxlıq olduğu zaman, məsələn ümrə eləyənlər, həcc eləyənlər bunu daha rahat anlayırlar. Məsələn sən o izdihama düşəndə, vallahi elə olur ki, sən dayanırsan, səni aparırlar. Yəni sən dayanmısan, sıxlıqdan, bir də baxırsan ki, sən təvaf eləyirsən, amma sən getmirsən. Yəni biriləri səni məcburi bir şəkildə, elə bir şəkildə izdiham olur, elə bir şəkildə olur ki, sənin ürəyin boğazına gələcək kimi olur. Yəni o əsnada birinin ihramı düşmüş, biri nə bilim orada sıxıntı içərisindədir, biri ayaq altındadır, biri əzilib. Vallahi o mənzərəni görəndə, yəni o təvaf əsnasını insan görəndə, həqiqətən məsələn mənim şəxsən öz ağlıma ilk öncə bu hədis gəlir. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm o gün iş daha çətindir demiş olduğu hədis gəlir ki, yəni o mənzərədə, yəni insanların bir-birlərini əzdiyi, uşaq əzilir. Yəni dayanıb baxan yoxdur. Çünki sənin bir dərdin var, sənin bir sıxıntın var. Sənin üçün orada bir izdiham var. Oradan qurtulmaq istəyirsən, oradan o sıxlığın içərisindən çıxmaq istəyirsən. Bu dünyada belədirsə, bəsit bir izdihama düşdüyün zaman insan yəni ətrafına baxır, nə olduğu çox da umrunda deyil. Biri yıxılır, biri durur, orada birinin üstü açıldı, birinin saçı açıldı, birinin hicabı çıxdı. Sənin çox da umrunda deyil. Yəni o ortamda kimsə baxa bilməz ki, bu hicabsızdır, bunun hicabı açıldı, bunun nə bilim sinəsi açıldı, bunun qolu açıldı. Belə bir izdihamda bunu sən düşünə bilmirsən. Bir də düşün ki, aləmlərin Rəbbi olan Allah o günü bizə vəsf eləyəndə qorxudan deyir uşaqların saçları ağaracaq deyir. Qorxudan uşaqların saçları ağaracaq. O gün insanları deyir sərxoş kimi görəcəksən. Halbuki deyir onlar sərxoş olmayacaqlar. Belə bir mənzərədə, belə bir mənzərəni insan öz nəfsinə düşünəndə ki, yəni mən qiyamət gününə Allah Azza və Cəllənin önündə dayandım. Yəni bu günahlarımla, bu asiliklərimlə, yəni salihlər Allahın qarşısında titrəyirlər. Yəni peyğəmbərlər Allahın qarşısında titrəyirlər. Peyğəmbərlər deyirlər ki, mənim öz nəfsim. Yəni düşün, şəfaət hədisini xatırlayın. Gəlirlər peyğəmbərlərin yanına deyirlər, mənim bu gün öz nəfsim. Bu gün bizim Rəbbimizin qəzəbi kimi heç bir zaman Allah Azza və Cəllə belə bir şəkildə qəzəblənməyib. Peyğəmbərlər qorxur. Sən qorxmayacaqsan, mən qorxmayacağam, mən titrəməyəcəm. Yəni o gün insanın o dizi qırılmaq var, yəni ayaqlarım deyir sənə yerdən üzüldü. Həqiqi mənada ayaqlarımız bir gün yerdən üzüləcək. Həqiqi mənada bu ürəklərimiz bir gün boğazımızda döyünəcək. Həqiqi mənada bir gün əlimizdə tutmuş olduğumuz şeyləri o bəzən olur insan halsız olur, tutmaq istəyirsən tuta bilmirsən. Həqiqi mənada bunlar yaşanacaq aləmlərin Rəbbi olan Allahın önündə. Bizim üçün indi biz bu şeyləri anlamaq üçün biz bu şeylərin, yəni ehtiyacımız var da o gün Allah bizə yardım etsin. O gün Allah Azza və Cəllə bu zümrə mənim kölgəmdə kölgələnsin deməklə bizim böyük ehtiyacımız var o gün. Neyinəcəyik? Aləmlərin Rəbbi olan Allaha yönələcəyik. Biz Allaha yönələcəyik. Allaha olan ehtiyacımızı dilə gətirəcəyik və biləcəyik ki, bizə Allahdan başqası da yardım edə bilməz. Yəni, nə şəfaət tələb etdiklərini, insanların şəfaət tələb etdikləri, nə Allahdan başqa çağırdıqları, nə malı, nə mülkü, heç bir şey o gün Allahın önündə sənə, Allah Azza və Cəllənin önündə sənə yardım edə bilməz. Ehtiyacımız nəyə var? Sadəcə və sadəcə Allahın bizi bağışlamasına. Yəni Allah Azza və Cəllə desin ki, mən Öməri bağışladım. Allah Azza və Cəllə desin ki, mən Hikməti bağışladım. Mən Əlini, Vəlini, Abdurrahimi bağışladım və bunlar mənim kölgəmdə kölgələnəcək olan qullarımdır. Bitdi, vallahi. Ondan sonra bizim üçün nə kədər, nə üzüntü, nə sıxıntı, bütün dünyada çəkmiş olduğumuz dərdlər, bu dünyada ki, səbr eləyirik. Nəyə səbr eləyirik? Düzdür? Biz də, məsələn, cahillərin həyatına baxırıq, şəhvət var, içki var, qumar var, əylənmək var. Bu səbrin sonu səlamətdir var ya. O söz var ya, səbrin sonu səlamətdir. Bitdi, vallahi bu səbrin sonu səlamətdir. Sən ki o dünyada gözünün önündən qadın keçdiyi zaman nəfsini boğmusan. Allahım sən şahid ol ki, mən səndən qorxuram. Heç Allah bunu mükafatsız buraxar. Allahım sən şahid ol ki, mənim o mala əlim uzandığı halda mən əlimi o maldan çəkmişəm, mənə aid olmayan. Yəni eləsəydim insanlar bilməyəcəkdi ya Rabbi, amma sən məni görürsən. Ələm ya'ləm bi ennəllaha yara. Məgər o bilmir ki, Allah onu görür. Allahım mən şahid
İlahi, mən bilirəm ki, sən məni görürsən. Allahım, mən bilirəm ki, sən mənim içimdən keçənləri, sinəmdə gizlətdiklərimi hamısına şahid olan sənsən. Mən səndən qorxuram, ya Rabbi. İndi Allah Azza və Cəllə belə bir qorxunu, Allah Azza və Cəllə belə bir sevgini qarşılıqsız, mükafatsız buraxa bilər, buraxa bilməz. Bizə gərəkli olan şey nədir? Bu şəkildə yaşamaq üçün Allah Azza və Cəlləni həqiqi mənada tanımaq. Yəni, sələflər onların Allah Azza və Cəllədən qorxusu həqiqi mənada çətin idi. Yəni, onlar bu dünyada elə bir qorxu yaşayırdılar ki, sanki onlar hər gün qiyamət yaşayırlar. Süfyan əs-Səvrinin yanında olan dostu deyir ki, bir gün deyir, o gecə yatağından qalxdı və evin içərisində gəzməyə başladı. Deyir, mən ondan soruşdum ki, niyə yatmırsan? Deyir, vallahi cəhənnəmin istisi məni yatmağa qoymur, deyir. Cəhənnəmin istisi məni yatmağa qoymur nə deməkdir? Yəni, bu yerində uzanıb, rahat yerindədir də, cəhənnəm odunu hiss edir. Təsəvvür edirsən bu nə deməkdir, xeyr? Yəni, özünü cənnətdə, hurilərin yanında görmür. Süfyan əs-Səvri, o Süfyan ki, onun haqqında deyirlər ki, o deyir, səcdə elədiyi zaman, yəni məğrib namazını bitirərdik, səcdəyə qapanardı, Allaha dua eləyərdi. Bir də işanın azanında səcdədən qalxardı. Təsəvvür elə belə bir adam deyir ki, məni deyir cəhənnəmin istisi, cəhənnəmin tüstüsü yatmağa izin vermir. Həqiqətən cəhənnəmi hiss etmək, Allah Azza və Cəllənin əzəmətini başa düşmək. Necə sələflərdən birisi deyir ki, mənim yanımda deyir, elə bir an olmurdu ki, deyir, Allahın ismi çəkilsin və mənim deyir, qorxudan qarnımdan qan açılmasın, deyir. Yəni, Allah ismi gələndə mənim deyir, qarnımdan deyir, qan açılırdı, deyir. Bu bilirsən nə deməkdir, axı? Bu qorxunun elə bir həddidir ki, yəni mənim Rəbbim, əzəmət sahibi olan Allah Azza və Cəllə, o başa düşüb ki, Allahın şiddətli əzab verməsi nə deməkdir? Allahın şiddətli əzab verməsi bilirsən nədir? Peyğəmbər sallallahu aleyhi və səlləm, o Peyğəmbər ki, Allah onu özünə dost seçib. Allah Azza və Cəllə onu özünə rəsul seçib. O Peyğəmbər ki, Allah onun keçmiş və gələcək günahlarını bağışlayıb. Hər gecə yatanda sağ əlini sağ yanağının üzərinə qoyur və deyir ki, ey Rəbbim, qullarını dirildəcəyin gün məni od əzabından qoru. Sən təsəvvür edirsən Allahın Peyğəmbərinin Allaha dua etdiyi hər gecə amma, yəni hər gecə Allaha dua etməsi səbəbi nədir? Çünki o odu başa düşüb. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm Allahın əzabını başa düşüb ki, o necə bir əzabdır. Və biz bu şəkildə Allah Azza və Cəlləni tanısaq, bilsək ki, Allahın əzabı vallahi xəfifə alınacaq bir əzab deyil. Əgər Allah sənə əzab edəcək olsa, heç kimsə səni Allahın əlindən qurtara bilməyəcək. Allah mənə əzab edəcək olsa, heç bir şey dünyada, heç bir şey o gün gətirsən, bütün dünyalığı sərsən, məni Allahın əzabından qurtara bilməyəcək. Bütün insanlar və cinlər bir araya toplansalar, məni Allahın əzabından heç kimsə qurtara bilməyəcək. Elə isə ehtiyacımız var Allahı tanımağa, Allahı bilməyə, onun əzabını, onun şiddətini və Allah Azza və Cəlləyə yönəlməyə ehtiyacımız var. Və bu şəkildə yaşamağın ikinci bir yolu daim Allah Subhanahu və Teala'nın bizə nəzarət etdiyini unutmamaq. Yəni, bu günləri bizim ən böyük problemimiz nədir? Allahın bizə nəzarət etdiyini unuduruq. Yəni, əgər biz bilsək ki, həqiqətən də həqiqi mənada Allahın Allah Azza və Cəllənin bizə nəzarət etdiyini düşünsək, vallahi bir çox problemlər var ki, biz onlara düşməyəcək. Çünki sən necə düşə bilərsən ki, bir halda ki, bilirsən ki, aləmlərin Rəbbi olan Allah, əzəmət sahibi olan Allah, yerlərin və göylərin sahibi olan Allah, səni bir nütfədən yaradan Allah, bütün kainatı idarə edən Allah sənə nəzarət edir. Sən təsəvvür edirsən bunu. Yəni, şəxsən səni görür Allah Azza və Cəllə. Görməkdən ziyadə sənin içindən keçənləri bilir Allah Azza və Cəllə. Yəni, belə bir Allahın yer üzərində Allaha qulluq edirik və Allah Azza və Cəllə asilik etmək, Allah Azza və Cəlləyə üsyan etmək bizə nəyi xatırlatmalıdır bu hala düşəndə? Allah məni görür. Necə az öncə nə dedik? Ələm ya'ləm bi ennəllaha yara. Məgər o bilmir ki, Allah onu görür. Yəni, bu bilirsən nə deməkdir? Məgər o bilmir ki, Allah onu görür. Təsəvvür edin ki, mənim bir iş yerim var. Ən uzun misallar Allaha aiddir. Sənə deyirəm ki, qardaş, orada əyləş, məni gözlə, mən gələcəm. Sən əyləşirsən 5 dəqiqə, 10 dəqiqə ətrafa baxırsan. Yəni, artıq insan rahatlaşmağa başlayır axı. Baxırsan, nəyə baxırsan? Görürsən, burada kamera var, yoxsa yox. Yəni, kamera varsa, mümkün deyil ki, sən birilərinin sənə baxma ehtimalı ola biləcəyindən dolayı. Yəni, gələcəkdə oturdular, birdən açdılar bilgisayarı, baxmağa başladılar. Məni orada görə bilərlər. Mən özümü insan kimi aparmalıyam. Düzdür? Mən orada normal əyləşməliyəm. Mən insanların əşyasına əl uzada bilmərəm. Mən izinsiz heç nəyə toxuna bilmərəm. Niyə? Oranın bəlli bir düzəni var və kameranın o qorxusu, kameranın həmin o sənə vermiş olduğu qorxu bəsit bir şeydir, düzdür? İnsanlar sənə baxsalar nə olacaq? İnsanlar səni günah içərisində görsələr nə olacaq ki? Heç bir şey olan deyil, düzdür? Ən fazla itirəcəyin insan olacaq. İnsanlar da zaten itirilməyə müsaitdirlər. Bir də düşün ki, aləmlərin Rəbbi olan Allah Azza və Cəllə səni görür. Yəni, insanın gözündən düşmək bu dünyada. Yəni, deyirəm ki, qardaş, sən mənim gözümdən düşmüsən.
Düzdür? Bu dünyada sənə çox böyük bir şəkildə təsir edir. Amma həqiqi mənada düşünəndə insandır. Bu gedər, sabah başqası gələr. Bu sevməz, sabahsı gün sevər. Bu gün nifrət eləyər, sabah sevər. İnsandır, qəlbi dəyişir. Bir də düşün ki, sən aləmlərin Rəbbi olan Allaha etmiş olduğun asilik səbəbilə Allahın gözündən düşürsən. Allah mələklərinə desə ki, artıq bu qulun mənim qatımda heç bir qədir qiyməti yoxdur. Vallahi bundan sonra insan üçün var. Yəni insan bütün dünyalara sahib olsa, Allah qatında olan dəyərini itirəndən sonra insan heç bir şəkildə yalnız Allahın diləməsi, Allahın onu bağışlamasından xaric heç bir şəkildə iflah ola bilməz. Təsəvvür elə ki, aləmlərin Rəbbi olan Allah səni xəlq edib, sənə haramlar bəlirləyib, bu haramdır, bu halaldır. Sənə düşən şey nədir? Aləmlərin Rəbbi olan Allah sənə əzab endirsə, sən Allah Azza və Cəlləyə qarşı həddi aşsan, Allah Azza və Cəllə bundan dolayı səni cəzalandırsa, Allah Azza və Cəllənin cəzasının qarşısında heç kimsə dayana bilməz. Yəni heç bir şey vallahi, yəni heç bir şey. Yəni dünyada bəzən elə şeylərdən qorxuruq ki, halbuki onu insan düşünəndə qorxmuş olduğun şey nə qədər bəsitdir, nə qədər dəyərsiz şeylərdən qorxuruq. Yəni evdə tək olanda, qapı çırpılanda qorxula bilirsən, düzdür? Fitri olaraq. Yəni başına bir şey düşür. Yəni o gün özünə gəlmirsən, 3 gün özünə gələ bilmirsən, qorxduğun çox bəsit şeylərdən dolayı. Yəni sən aləmlərin Rəbbi olan Allahdan qorxmursan? Yəni ki, Peyğəmbər sallallahu aleyhi və səlləm hər xütbəsinə çıxanda insanlara nə deyirdi? Ey insanlar, Allahdan qorxun. Ey insanlar, Rəbbinizdən qorxun. Hər xütbəsində amma. Təsəvvür elə, hər xütbəsində Peyğəmbər sallallahu aleyhi və səlləm insanlara Allahdan qorxmağa çağırır. Çünki Allah qorxusu, Allah Azza və Cəllənin qorxusu qulun qəlbinə yerləşsə, bərabərində Allahın əmr etdikləri və Allah Azza və Cəllənin qadağan etdiyi şeylərdən də uzaq duracaq. Bu şəkildə bir həyat yaşamağa çalışacağıq. Allahın bizə nəzarət etdiyini biləcəyik. Allaha ehtiyacımız olduğunu biləcəyik. Allah bizi bağışlamasa bizi heç kimsənin bağışlaya bilməyəcəyini biləcəyik. Və Musa aleyhisselamın kənara çəkilib Allaha dua etdiyi kimi, ey Rəbbim, sənin mənə indirəcəyin hər xeyrə mən möhtacam. Bu günlərdə, son günlərdə də əlimizi asacaq. Allahım, sənin bizə indirəcəyin xeyrə biz möhtacıq. Sən bizi bağışlamasan bizə heç kim bağışlamayacaq. Sən bizə rəhm etməsən bizə heç kimsə rəhm eləyə bilməyəcək, ya Rabbi. Ya Rabbi, sən bizə əzab edəcək olsan bizi sənin əzabından kimsə qurtara bilməyəcək. Sənin qapındayıq, ya Rabbi. Sənə ehtiyacımız var, ya Rabbi. Səndən başqasının qapısına gedə bilmərik, ya Rabbi. Bizim səndən başqasının qapısına gedəcək bir qapımız da yoxdur zaten, ya Rabbi. Yəni müşriklərin bu dünyada özlərinə batil olan ilahları var. Gedirlər qəbirlərə, gedirlər ölülərə, gedirlər. Bizim, ya Rabbi, bir dənə ilahımız var. Bizim, ya Rabbi, gedib ibadət edəcəyimiz, özünə yönələcəyimiz, dua eləyəcəyimiz səndən başqa kimsəmiz yoxdur, ya Rabbi. Ehtiyacımızı durmadan, necə Peyğəmbər sallallahu aleyhi və səlləm ondan tövsiyə istəyən kimsəyə nə dedi? Çalış deyir. Dilin Allahı zikr etməklə islah qalsın. Dilimizi qoymayacaq. Yəni maşında tək də gedə bilərik, avtobusda da gedə bilərik, təyyarədə tək də ola bilərik. Allahla aramızda olan rabitə, Allahım sənə möhtacam, ya Rabbi. Bu gün mən bu dəqiqə sənə qovuşsam, bu anda sənə qovuşsam, ya Rabbi, mənə səndən başqası yardım eləyə bilməz, ya Rabbi. Mənim ehtiyacım sənədir. Məni səndən başqası qoruya bilmir, ya Rabbi. Məni səndən başqası qidalandıra bilmir, ya Rabbi. Bu şəkildə, yəni şərt deyil ki, biz ancaq namazlarda dua eləyək. Şərt deyil ki, ancaq Ramazanın son 10 günündə asaq əlimizə Allaha dua eləyək. Necə ki, o sıxılanda insan, kimi görmək istəyir insan sıxılanda? Öz dostuna, düzdür? Yəni, dostu ilə dərdləşmək istəyir, zəng vurur ki, qardaş, gəl oturaq, biraz dərdləşək, söhbət eləyək, nə bilim nə. Sənin qəlbinin Allah ilə rabitən güclü olanda, vallahi kimsəyə ehtiyac qalmır bərabərində. Deyirsən ki, ya Rabbi, sənə ehtiyacım var. Vallahi yetir. Yəni, sənin insanın, qulun qəlbi Allah ilə rabitəsi güclü olanda bir kəlmə deyirsən, ya Rabbi, sənə ehtiyacım var, mənə yardım et. Allahım, sələflər deyirlər ki, bəzən insanlar, yəni o dönəmin insanları, onlar sadəcə Allaha deyirlər ki, ya Rabbi, halımı sən bilirsən. Yəni başqa heç bir şey. Ya Rabbi, sən halımı bilirsən, nə deməkdir? İçində əslində çox şeylər var. O Allah ki, sən danışmadan, sən dilə gətirmədən Allah Azza və Cəllə sənin içində nələr olduğunu bilir. Belə bir Rəbbimiz var. Dərdimizi Allah Azza və Cəlləyə bildirəcəyik, sıxıntılarımızı ona bildirəcəyik, dünya və axirət sıxıntılarımızı onun bizə yardım etməsini istəyəcəyik. Allahdan istəyirəm ki, Allah Azza və Cəllə bizi dünyada da axirətdə də üzümüzü ağ etsin. Allah Azza və Cəllədən istəyirəm ki, dünya və axirətdə bizi düşdüyümüz zaman sıxıntılardan qurtarsın. Allah Azza və Cəllədən istəyirəm ki, bizi dünyada da axirətdə də afiyyət içərisində etsin. Allah Azza və Cəllə qəlbimizə səkinət indirsin. Allah Azza və Cəllə bizi Qədir gecəsinə muvaffaq etsin. Allah Azza və Cəllədən istəyirəm ki, bizi bu aydan bağışlanaraq çıxardığı qullardan etsin. Allah Azza və Cəllə qəlblərimizdə heç bir müsəlmana qarşı kin buraxmasın. Allah qəlblərimizi təmizləsin, günahlarımızı bağışlasın və Allah Azza və Cəllədən istəyirəm ki, o kimsələr ki, sıxıntı içərisində də Allah onlara yardım etsin. Allah Azza və Cəllə Ramazanın son günlərini
müsəlman bacıları ilə, qardaşları ilə keçirdə bilməyən hər bir müsəlmana yardım etsin. Allah Azza və Cəllə onların üzünə bağlı olan qapıları açsın. Allah Azza və Cəllədən istəyirəm ki, o kimsələr ki, müsəlmanlara əziyyət edir, müsəlmanlara əziyyət etməyi planlayır, Allah onlara əziyyət etsin. Allah Azza və Cəllə onlara elə bir şəkildə əziyyət etsin ki, özlərindən sonra gələnlərə Allah onları ibrət etsin. Allahümmə əmin, Allahümmə əmin, Allahümmə əmin. Və axiru davana enilhamdülillahi rabbil aləm.